Belə bir test nümunəsi ilə qarşınızdayıq. Test əsasən Azərbaycanda 18-ci əsrin 20-30-cu illərini Səfəvilər dövlətini əhatə edir. Burada bizdən soruşulur, məntiqi uyğunsuzluğu tapın. Fikir verdiyiniz kimi uyğunsuzluq. Yəni, buradakı variantların hər biri bir-biri ilə oxşardır. Hansısa bir oxşar cəhət var, lakin birində yox. Belə bir testlər düşəndə gördüyünüz kimi A variantında Peterburq müqaviləsi, Gəncə müqaviləsi B variantında, C variantında Bağdad müqaviləsi, D variantında Nabur müqaviləsi, E variantında Kirmaşa müqaviləsi haqqında yazılıb. Adətən belə bir testlərdə yazıldıqda ilkin olaraq biz onların illərinə baxmalıyıq. İllərində bir uyğunsuzluq ola bilər. Baxaq, Peterburq müqaviləsi 1723, Gəncə 1735, Bağdad 1733, Nabur 1727, Kirmaşah 1732. Burada bir uyğunsuzluq görə bilmirik. Niyə? Çünki həm 18-ci əsrin 30-cu illərinə aid, həm də 18-ci əsrin 20-ci illərinə aid burada müqavilə var. Lakin burada ikinci bir açar söz odur ki, bu müqavilələr kimlər arasında bağlanmışdır, ona diqqət eləmək lazımdır. Misal, Peterburq müqaviləsində Ruslarla Səfəvilər arasındadır. Gəncə müqaviləsi Ruslarla Səfəvi arasındadır. Bağdad müqaviləsi Səfəvilərlə Osmanlı arasındadır. Nabur müqaviləsi Ruslarla Osmanlı arasında və son olaraq Kirmaşah müqaviləsi isə Səfəvilərlə Osmanlı arasındadır. Fikir verdiksə, bu müqavilələrdən Peterburqda Səfəvilər var. Gəncə müqaviləsində Səfəvilər var. Bağdad sülhündə Səfəvilər var. Kirmaşah müqaviləsində Səfəvilər var. Lakin Nabur müqaviləsində Ruslarla Osmanlılar arasındadır. Səfəvi dövləti bu müqavilədə iştirak eləməyib. Ona görə də məntiqi uyğunsuzluq olaraq B variantını götürək.